Xoş gördük əziz izləyicilərimiz. Zərif Gigiyendən sizlərlə görüşə gəlib. Deyirlər, qadın toxunuşundan düzəldə bilməyəcəyi bir problem, isidə bilməyəcəyi bir soyuq yoxdur. Bugün biz təbiətin qayğısına qalan, onun rifahı üçün ürəklə çalışan bir xanımı qonaq edirik. Ekoloq Aynura Mireyeva bizim qonağımızdır. Xoş gəlmisiniz Aynura xanım. Xoş gördük. Aynura xanım, biz sizi bildiyimiz kimi təqdim elədik və siz özünüz necə təqdim eləmək istərdiniz? Özümü təqdim eləmək dedikdə çox sahələrdə çalışmışam, çox sahələrdə işləyirəm və hazırda da sosial layihələrdə fəaliyyətlərim var. Özümü necə tanıdardım? 2 övlad anasıyım. Qızımın adı da Nuraydır bu arada. Bütün Nurayları sevirəm. Ona görə də çox belə deyim, həm ekologiya baxımından, ekoloq sahəsində çalışdığıma görə özümü bir aktivist kimi hiss eləyirəm. 20 ildən çox sosial layihələrdə fəaliyyətim olduğuna görə vətənimə zərrə də olsa bir kömək eləyə biləcək bir vətəndaş, faydalı vətəndaş kimi görürəm. Belə deyərdim. Bəs bu faydalı vətəndaşa təbiətə qarşı məsuliyyət hissini oyadan nədir? Ümumiyyətlə, bu yola getmək, ümumiyyətlə, bu sahəni seçməyinizin arxasında hansı hekayə dayanır? Hekayələr çoxdur. İlk hekayələrimizi belə deyim, 15-16 yaşlarımız olardı ki, biz həm yarı Sovet dövrünün, yarı demokratik ölkənin vətəndaşıyıq. Yaş həddimiz o səviyyəyə gəlib çıxır. Mən həm Sovet dövrünü görmüşəm, Sovet dövrünün dağıldığı dövrü görmüşəm və onun qoyduğu fəsadları görmüşəm, çətinlikləri görmüşük. 88-ci ildə Qarabağ döyüşlərinin başladığı dövr olub. Məcburi köçkünlərin Füzuli, mən İmişli zonasında, İmişli rayonunda daha doğrusu doğulmuşam, Aran zonasında. Füzuli, Beyləqan o tərəflər, Cəbrayıl tərəflər bizim ərazilərə, Zəngilan tərəflər yaxın idi və orada olan atışmalara hər gecə biz səsini eşidirdik. Məcburi köçkünlərin oradan yurdundan, yuvasından olub bizim rayon tərəflərə gəlmələrini görmüşük və 19-20 yaşım olar. 21 yaşımda mən sosial layihələrdə artıq çalışmağa başlamışam və gənc səfərbərçi kimi beynəlxalq layihələrdə fəaliyyət göstərəndə İmişli rayonunun çadır şəhərcikləri var ki, hansı ki Cəbrayıl, Zəngilan və Füzuli rayonundan məcburi köçənlər orada yerləşirdilər. İmişlinin Bəhramtəpə qəsəbəsi vardı ki, orada da konteynerlər, belə deyim də, vaqonlarda kobud dildə desək, yaşayan məcburi köçkünlər vardı ki, və onların yaşadığı durumları görəndə artıq düşündü ki, bəli, biz vətəndaş olaraq bizim üzərimizə çox güc düşür. Hər bir işləri görmək lazımdır. Çünki sıfırdan orada çadırlar qurulmuşdu. Çadırların üzərindən palçıqlarla evlər düzəldilmişdi. Onların suları yox idi, enerjiləri yox idi, elektrikləri yox idi və sıfırdan ev düzəldib yaşamağa başlayırlar. Və o dövrdən artıq məndə bu istək yarandı ki, bəli, mən sosial işçi kimi vacibəm, lazımam. Vətənə fayda verməliyik, insanlara kömək olmalıyıq, dəstək olmalıyıq. Bu yoldan çıxaraq da uzun müddət sosial layihələrdə işləmişik və başqa Azərbaycan rayonlarında da fəaliyyətimiz olurdu. Orada olan durumlar, torpaqların şoranlaşması, eroziyaya getməsi, əkinlərin faydalı olmaması, min bir əziyyətlə insanlar əkinlər əkir və su ehtiyatları, suların olmaması bu problemlər ekoloji baxımdan məcbur edir ki, doğrudan da bu layihələr üzərində çalışaq və insanlara dəstək olaraq maarifləndirmə işləri aparaq. Sonunda demək keçən il, 2 il bundan əvvəl bu vaxta qədər də mən həm könüllü çalışmışam, həm əmək fəaliyyətim olub və könüllü çalışmağı daha çox sevirəm və könüllü olaraq da ekoloq ətraf mühitin qorunmasına yardım İctimai Birliyində sosial araşdırmaları, ekoloji araşdırmalar aparırdıq, sorğular aparırdıq və orada mənə təklif olundu ki, bəlkə direktor siz olasınız və sevə-sevə qəbul etdim. Dedim, istəyirəm. Çünki burada da daha çox səsimi çatdıra biləcəm və burada da daha çox insanın həyatına toxuna biləcəm və beləliklə ekoloji fəaliyyətə başlamağa belə deyim ki, qərar verdim. Bəs bu ekoloji fəaliyyətə başladığınız dövrdən bu yana artıq bir neçə il keçib, insanların ekoloji şüuru sizi qane edirmi? Xeyr, qane etmir. Çünki biz israfçılığa daha çox yol veririk. Biz çalışırıq ki, hər bir şeyi öz üzərimizdən ataq və mən bunu niyə etməməliyəm deyəndə baxırıq kənardakı, o eləyir axı, o edir, mən də edirəm.
mən bunu etməyim və başqa birinə də örnək olum, o da etməsin fikrindən biz kənarlaşmışıq və qaçmışıq. Ona görə də hələ ki qane etmir və düşünürəm ki, bir 15-20 ildən sonra bizə artıq nələrisə qane edəcək. Bəs gündəlik həyatımızda bir ekoloq kimi sizdən soruşuram. Biz insanların elədiyi kiçik səhvlər, böyük nəticələr səbəb olacaq kiçik səhvlər hansılardır? Dediyim kimi israfçılıqdır, zibilliklərin təmizlənməməsi, laqeydlikdir, ətraf mühitin qorunmasında daha çox bizə lazım olan su ehtiyatlardır və gözümüz görə biz onları edirik. Plastik qutuların, plastik qablardan istifadə etməmək, plastik belə deyim, bağlamalardan, torbalardan istifadə etməmək. Biz bunu bilirik ki, ziyandır. Amma gözümüz görə və bilə-bilə də biz bu səhv addımları atırıq və insanlar inanmırlar ki, doğrudan da bu plastik qutuları biz atırıq və bu gedib bizim Xəzər dənizimizə dolayı yolla tökülür və bunun səbəbkarı bizik. Yəni mən bunu başqaları onlar da demək istəmirəm, elə bizik. Səbəb də odur ki, doğrudan da plastikləri nə qədər də həyatımızdan çıxartmaq istəsək çıxarda bilmirik. Ucuz sərfiyyat olduğuna görə, ucuza başa gəldiyinə görə. Amma bunu yavaş-yavaş biz sıradan çıxarmalıyıq və həyatımızdan çıxartmalıyıq ki, təbiətimiz təmiz olsun. Prezidentdə fəaliyyət göstərdiyiniz andan etibarən müəyyən tədbirlər sözsüz ki, olur ekoloji konusunda. İnsanları ekoloji məsələlərə cəlb etmək necə? Çətindir, çətinsə səbəb nədir? Həm asandır, həm çətindir. Əsas səbəblərindən biri odur ki, ekoloji problemlərin nəticələrini dərhal hiss eləmirik və görmürük. Bu uzun müddət lazım olur ki, 5-10 ildən sonra biz artıq etdiyimiz səhvlərin fəsadlarını görürük və bunu da dərhal hiss etməməyimizin nəticəsidir ki, buna da yenə təbliğat, təşviqat lazımdır. İnsanları doğrudan da bu işlərə yönəltmək lazımdır və o 5-10 ildən sonra hiss edəcəyimizi indidən çağırışları etməliyik ki, indidən də o səhvləri etməyək. Ekologiya sahəsində olan bir qadın kimi bu qadınların rəhbər olması cəmiyyətdə necə qarşılanır? Ekoloji sahədə qadınların rəhbər olması. Qadınlar zaten belə deyim də ekoloji sahəni götürəndə qadınlar anadır və analar da övladlarına qayğı göstərirlər və ekologiya da o formadadır. Ətraf mühitimiz elədir ki, körpə uşaq kimidir. Ona da biz yaxşı baxsaq, yaxşı diqqət yetirsək, doğrudan da çiçəklənəcək və bizə faydaları olacaq. Amma bu sahədə qadınların gücü çoxdur. Mən bunu hiss eləmişəm. Dediyim kimi 20 ildən çox mən işlədiyim sahələrdə, rayonlarda fəaliyyət göstərmişəm və o fəaliyyət göstərdiyim yerlərdən birində Astara rayonunun bir kəndi vardı. Biz ora getmişdik və orada gedəndə mən baxdım ki, küçələr çox təmizdir, çox səliqəlidir. Kənd yeri olmasına baxmayaraq, demək olar ki, küçədə bir zibil belə yox idi. Və maraqlandım. Görüşlərimizi biz uşaq bağçasında keçirirdik və uşaq bağçasında da həm qadınlar da, həm kişilər də qrup üzvlərimiz və orada söhbət olanda dedilər ki, bəs qadınlar yığışıb və belə qərara gəliblər ki, zibilləri yol kənarına, kanallara, arxlara tökməsinlər və bunu zibil qabları özləri üçün dəmir qutulardan bu düzəldilmiş, özləri zibil qabları qoyublar və həmin o zibil qablarına o zibillər toplanır. Həftədə 2 dəfə bir maşın gəlir bələdiyyənin xətti ilə, həmin o zibillər toplanılır, yığılır. Yığıldıqdan sonra aparılıb lazımi hədəf olunan hansı ki yer zibillərin toplanması yerdə ora tökülür. Və bunun da səbəbkarı qadınlar olmuşdular. Çünki onlar mal-heyvan saxladıqlarına görə plastik torbalar küçələrdə olduqda mal-heyvanlar ondan istər-istəməz qidalandıqlarına görə və bunlar da bir növ südlə gəlib insanların həyatına, orqanizmə daxil olmasın deyə bu təmizliyi o qadınlar tərəfindən və mən o ilk gücü orada görmüşdüm, qadın gücünü. Qadının gücü ekologiyada, ətraf mühitdə mövcuddur, var, olmalıdır və olacaq da. Qeyd etdiniz ki, siz bağçalarda, həmçinin tək bağçalar yox, həm də siz kənd məktəblərində ekoloji məsələlərlə bağlı maarifləndirmə tədbirləri, seminarları keçirirsiniz. Biraz onun haqqında ətraflı məlumat vermənizi istəyərdim. Verərəm, məmnuniyyətlə. Çünki ilk məcburi köçkünlər haqqında mən danışanda bir uğurlu hekayəmi o dövrdən danışdım. Bir 20 il bundan əvvəldən bir uğurlu hekayədə keçən il yerli qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin agentliyi vasitəsilə verilən qrant sahəsində kiçik bir layihəmiz olmuşdu. Təbliğat təşviqat idi. COP29 ilə bağlı.
və ondan da danışacağam. Deməli ki, ilk dövrlərim idi, hardasa mən sosial layihələr elədiyimiz və ilk öncə dedim ki, Cəbrayıl qəsəbəsi var idi ki, bizdə İmişli rayonunun ərazisində tikilmişdi çadır şəhərcikləri. Orada hələ çadır şəhərcikləri salınmamışdan biz gedirdik, həmin o yerlərdə icma evləri vardı. Həmin o icma evlərində biz gənclərə, 15-17 yaşlı məktəbli uşaqlara dərslər keçirdik, təlimlər keçirdik. Konfliktlərdən uzaqlaşmaqları, uşaqlar arasında davaların olmaması, onlar artıq müharibə görmüşlər və evlərindən qaçmışdılar. Bir növ belə deyək, hazırki dövrə adaptasiya olmalarına görə təlimlər keçirdik. Bir 3 aylıq pilot layihə idi. Həmin dövrdə biz getdik ki, orada həm Füzulinin məktəbi var, həm Cəbrayıl məktəbi var. Füzuli məktəbinin sakinləri, uşaqları az idi, bir 20-25 uşaq idi. Amma Cəbrayıl böyük olduğuna görə onların uşaqlarının sayı da çox idi. Və bu uşaqların arasında konflikt var idi. Cəbrayıl sakinləri çox olduğuna görə, onların uşaqları Füzuli sakinləri az olduğuna görə bu uşaqlardan dalaşırdılar və onları bir növ orada belə də qısnamışdılar ki, siz bizim ərazimizi gəlib almısınız. Bura bizim yerimizdir və siz gəlib bizdə belə sığınmısınız. Bu formada bir şey idi. Və qruplara biz təlim keçmək istəyəndə həmin uşaqlara məktəb direktoru, Füzuli məktəbinin direktoru dedi ki, mən qorxuram. Çünki dünənlərim uşağımızın birini döyüblər, onları bir yerə yığıb təlim keçə bilməyəcək. Biz dedik ki, cəhd edək. Çünki istər-istəməz belə deyim, anayıqda övlad kimi ürəyim belə deyim ağrıdı ki, necə onları yığaq, onlara təlim keçək, amma bu məktəbdən gətirməyək. Məcbur 1-2-3 uşaq götürə bildik, valideynlərlə də icazə aldıq və dedik ki, çalışacağıq ki, heç bir şey olmasın, nə olsa nəzarət bizim üzərimizdə. 21 uşaq Cəbrayıl məktəbin uşaqları idi, 15-17 yaş arası. 3 uşaq Füzuli məktəbin uşağı idi və müəyyən vaxtlar biz bunlarla təlimlər keçdikcə uşaqları, Füzuli məktəbi uşaqlarının sayı artdı və bizə icazə verilmişdi ki, 21 uşağa maksimum biz təlim keçməliyik. Biz təlim müddətlərini, o adaptasiya prosesini keçdikdə 31 uşağımız var idi və digərləri həmin ki, o 21 Cəbrayıl idi, 10 uşaq Füzuli məktəbin uşaqları idi. Sonra biz o təlimləri keçdik, layihə bağlandı, bir müddət keçdi. Bir müddət keçdikdən sonra biz monitorinqə getdik. Monitorinqə getdiyimiz vaxt 2 məktəbin ikisinə də getdik və məktəb direktorları demək olar ki, bilmirəm də, az qala elə ki, doğma uşaqlarını, doğma sakinlərini qarşılayırmış kimi bizi qarşıladı və bizə təşəkkür etdilər. Ki, siz uşaqları elə etmişsiniz ki, artıq onlar öz aralarında futbol da oynayırlar, tədbirlər də görürlər. Məktəbin həyətində yerə bir zibilin belə düşməsə icazə vermirlər, toplayırlar, yığırlar ki, bu olmaz, o olmaz. Hətta uşaqlar gətirib ağac əkirlər məktəbin həyətində ki, buranı yaşıllaşdırmalıyıq, gözəl olmalıdır. Artıq dava-şavadan çıxıb başqa bir yönə getmişdilər. Uyğunlaşmağa ki, biz burada nə qədər ki müddət qalırıq, müvəqqəti olsa da bura gözəl olmalıdır ki, biz gedəndən sonra bura kimlərsə gəlib yaşasınlar. Düz oradan çıxdılar, sonra onlar başqa bir yerə getdilər. Doğrudan da o qəsəbədən hər dəfə mən keçəndə sevinirəm ki, adımı xatırlamaya bilərlər. İndi maşallah olsun, yəni ki, böyük uşaq, ailə ev-eşik sahibidirlər. Amma doğrudan da onların həyatlarına biz zərrə kömək etməyi məni xoşbəxt eləmişdi. Digərdə keçən il oldu, yenə də 5 məktəbdə biz təlimlər, təşviqat apardıq, təbliğat işləri apardıq və bu dövlət dəstəyi xətti ilə olduğuna görə rəsmi icazələrlə getmişdik məktəblərə. İndi bilirsiniz ki, hər şey çox mühafizəkar formada da rəsmi icazə olmalıdır və oradakı görüşlərimizdə də mən bir növ qürurlandım. Fəxr elədim ona görə ki, bizim çox gözəl müəllimlərimiz var. Uşaqlar o qədər gözəl hər bir şeyi bilirdilər. Hətta COP29 bizim Azərbaycanda oldu və dünyaya səs salan bir tədbir oldu, layihə oldu və COP29 haqqında bilirlər, təbiət haqqında bilirlər. Hətta uşaqlardan biri mənə seminarı keçdiyimiz dövrdə belə deyim, xatırlatma elədi ki, siz qırmızı kitabdan danışmadınız. Qırmızı kitaba düşən bizim quşlarımız var, heyvanlarımız var. Siz demədiniz ki, onları da qorumaq lazımdır. Və bu məni sevindirdi ki, mənim unutduğumu belə 15-17 yaşında uşaqlar mənə xatırladılar ki, siz bunu demədiniz, burada vurğulamaq lazımdır. Və bu baxımdan mən məktəblərdə olan şagirdlərə daha çox inanıram ki, onlar öyrəndiklərini artıq başqalarına, özlərindən yaşca balaca olan uşaqlara da öyrədəcəklər. Evləndikdə, inşallah ailə qurduqda öz övladlarına da artıq o formada təsir göstərəcəklər ki, nələri qorumaq lazımdır, nələr bizə faydalıdır, nələr xeyirlidir.
Əslində soruşacaqdım ki, bu tədbirlərdə uşaqların hansı dəyişiklikləri var, amma siz bunu bilirsiniz, bir dəyişikliklər Bəli. səhv yox, praktik formada siz bunu görürsünüz. Amma səndə bağçalarda da uşaqlarla dizisi maarifləndirmə. Onlar əvvəllərdən olmuşdu. Hazırda bağçalara bizim belə deyim, layihələrimiz yoxdur, planlaşdırmamışıq. İnşallah gələcəkdə yəqin ki, planlarımıza salarıq ki, məktəbə qədər uşaqlar üçün də nələrsə etkinliklər eləyək. Bəs sizi bir ekoloq kimi Azərbaycanda baş verən hansı ekoloji hadisə, ümumiyyətlə tək Azərbaycan deməyək, dünya deyək danışaq, hansı ekoloji hadisə daha çox təsirləndirib? Əvvəlki, yenə deyim, əvvəl sonra, indiki və sonranı nəzərdə tutsaq, əvvəlki illərdə ekoloji uğursuzluqlar, ekoloji belə sarsıntılar çox az idi. Ekologiyaya bu qədər çox zərərlər vurulmurdu. Hazırda isə zərərlər vurulur və birinci götürək elə bizim Qarabağ zonasını, Qarabağ ərazisini ki, hansı ki, müharibə dövründə 30 il işğal altında qaldı, meşələrin yandırılması, suların çirklənməsi, hər bir şey demək olar ki, orada var. Məsələn, mənim bir layihə var idi, Ağıllı kənd layihəmiz Zəngilan tərəfdə. Və ora bir səfər eləyəndə Zəngilana qədər getdiyimiz yollarda baxanda insan ürəyinin ağrımaması mümkün deyil. Bir Azərbaycan vətəndaşı olaraq qoyuram kənara, xaricdən kimsə gəlsə, o cür torpaqların, demək olar ki, heç bir şeyin olmaması, bir ağacın belə olmaması adamı sarsıdır. Və dünyada da bu kimyəvi silahların, kimyəvi müharibələrin olması, ekoloji müharibələrin olması hər bir şeyə təsir edir və bizim ölkəmizə də təsir edir bu. Yəni bu sarsıdır. Bundan əlavə, məsələn, məni daha çox bir şey də sarsıtmışdı. Yenə dediyim kimi Lerik rayonunda biz layihə həyata keçirdirdik. Və həmin o layihələri keçirdəndə biz öncədən icra hakimiyyətinə məktublar verirdik ki, kimlərin ərazisində hansı problemlər varsa, bələdiyyələr, ərazi icra nümayəndələri və təbii ki, kənd sakinləri müraciət eləsinlər, biz onları qiymətləndirmə aparaq, sorğu aparaq və görək ki, doğrudanmı biz bunu edə bilirik, yoxsa yox. Və o dövrdə mənə bir məktub, həmin o müraciət gəlmişdi, maraq məktubları deyirik biz ona. Maraq məktublarının altında bir maraqlı bir cümlə də var idi ki, kənd qadınları adından sizdən xahiş edirik ki, bizə dəstək olasınız. Və həmin layihə dövründə də su qlobal problemində özünüz bilirsiniz ki, bizim ölkəmizdə də ki, su məsələləri həm də dağ zonalarında daha çox çətin. Çünki onlar bulaqlardan qidalanırlar və bulaqlar da qalxdıqdan, keçdikdən sonra 3 ildən sonra yenidən bulağın səviyyəsi yenir və su qalmır, su olmur. Bu baxımdan biz maraqlı gəldi mənə və həmin kəndə getdik. Getdik ki, orada dövlət qurumlarının hansısa bir, adını bilirəm amma çəkmək istəmirəm, dövlət qurumlarından həmin kənd üçün 3 kilometr məsafədə dəmir borularla su xətti çəkilib. Amma kənd tam təmin olunmur. Həmin o su borularda dəmir olduğuna görə su çürüyüb, çürüdükdən sonra da o demək olar ki, su tam gəlib çatmır. Hardasa partlayıb və su oradan axır gedir və xahiş edirlər ki, mümkündürsə dəstək olasınız. Fikirləşdim ki, hə, olar, niyə olmur ki? Eləyə bilərik. Mühəndisimiz də vardı. Baxdıq, yoxladıq. Dedilər ki, çətindir. Dedim, nətər yəni çətindir? 3 kilometr bura qədər çəkiblərsə, biz də çəkə bilərik. Həmin xəttdə də təmir olunacaq. Dedilər, gedib mənbəyinə baxmaq lazımdır. Yay vaxtı idi. Ərazi icra nümayəndəsi dedi ki, bəs dedim, mənbə hardadır? Dedi ki, o biri dağın başındadır və orada biz düzəltmişik onu, o mənbəni və biz oraya getməliyik. Dedim, olar, gedək. Mühəndis baxdı ki, gedə biləcəksən. Dedim ki, gedərik. Layihə rəhbəri kimi, niyə getməliyəm? Gedəcəm. Siz gedib qalxa bilirsiniz. İcra nümayəndəsi ki, bəli, biz gedirik ora. Zaten ora heyvanlar da gedirlər, ulaqlarla gedib oradan suyu doldurub balonlarla gətirirlər. Dedim, nə qədər məsafədir? Dedi, 4 kilometr yarımdır dağın başına qalxmaq və həmin mənbəyə getmək. Piyada gedə bilərik. Gedirsə, gedək baxaq. Dedim, hə, gedək. Mühəndis, mən, ərazi icra nümayəndəsi. Yay vaxtı da aşağıdan yuxarı qalxırıq. 4 kilometr yarımı 4 kilometr 200 metr bir də belə qalxmışdıq. Artıq mən hiss elədim ki, mən yoxam.
Həm isti vurub, həm dağdan yuxarı qalxmaq, həm heyvanların o iz saldığı yerlər vardı. O yerlərlə gedirdik. Sıldırımda belə baxırsan, ani ayaq qaçsa birbaşa yerdəsən və həyatda yoxsan. Getdik, qalxdıq. 4200 metr qalxdım və qalxdıqdan sonra ürəyim getdi. Dağın başında. Və qulağım hər şeyi eşidir ki, öldü də, yoxdur bu. Sonra gördüm ki, bir 5-10 dəqiqə belə keçmişdi. Onlar da hardansa əllərində suyu tapıb gətirib mənim üzümə su vurdular, ayıltdılar. Dedilər ki, düşək aşağıda da. Dedim, yox, gəlib çatmışıq, hara qayıdırıq. Getdik, çatdıq həmin yerə. Baxdım ki, insanlar doğrudan da əziyyətlə, zəhmən orada 5-6 bulağın suyunu gətiriblər, yığıblar bir hövzəyə. O hövzədən kran çəkiblər, belə deyək də, xətt çəkib, su xətti çəkiblər və o 3 kilometr məsafəyə qədər o kəndə gedib çatır. Amma yolun ortasında, hansı ki, bu dağdan o dağın ortasına qədər də bir hardasa 300 metr var. Həmin o yerdən də o boru xətt partlayıb. İmkan olsa onu da eləyə bilərdim. Düzdür, o kəndə biz 5 kilometr xətt çəkdik, su xətti çəkdik. Su ilə tam təmin eləyə bilmədik. Yenə də gücümüz çatmır. Çünki maliyyə vəsaiti daha çox lazım idi ora. Amma onu etdik. Və bu məni sevindirdi. Bundan sevindirməkdən də əlavə məni çox kədərləndirdi. Ki, doğrudan da bu cür yerdə uşaqlar əllərində kitab oxuya-oxuya gedirlər. Sevindim ki, nə yaxşı, həm kitab oxuyurlar, dərs oxuyurlar, həm su gətirirlər. Lirik sakinləri, lirik uşaqları çox savadlıdırlar. Xaricdən belə hər bir yerdə onlar var. Bu yaxınlarda mənim qarşıma çıxdı. Riyaziyyat üzrə Azərbaycanda ölkə birincisi ya ikincisi olan uşaqlar var orada. Amma səbəb nədir? Oxuyub qaçsınlar. Rayona qayıtmasınlar. Bu məni üzdü. Həm əgər oranın təbiəti çox gözəldir, füsunkardır və deyərdim ki, turizm üçün çox gözəl yerdir. Amma su baxımından çox çətindir və qlobal məni üzən içməli suyun, texniki suyun çatışmazlığıdır. Su həyatdır. QT-nin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Xankəndi və Şuşada tədbiri oldu. 2 günlük layihə təklifinin yazılması idi. QT-lərə, Qeyri-Hökumət Təşkilatlarına bununla bağlı təlimlər keçirildi və bir gündə forum oldu. O hissləri demək olar ki, dilə gətirə bilmirəm. Yəni, deyə bilmərəm ki, mən orada nə hisslər, nələr yaşadıq. Çünki Şuşaya ilk addım atanda, ilk o Şuşada şəhid olan oğullarımızın gəldi gözümün qarşısına. Onların necə gedib ora çatmaqları, qürur hissi var. Qürur hissi sonsuzdur və belə deyim ki, onu dilə gətirmək mümkün deyil, o hissə, o yaşadığım ana. Amma o qürur hissinin yanında bir kədər hissi var. Çünki dağıdılmış yerlərimiz çoxdur. Dağıdılmış, məsələn, tarixi abidələrimiz var orada, hansılar ki dağıdılıb, məscidlərimiz var orada dağıdılıb. Və orada olan o bərpa məsələsi var ki, Qarabağın bərpasına 100 illər lazımdır. Çünki ekoloji çirklənmələr var, meşələrimiz dağıdılıb, yandırılıb, doğranılıb. Sularımız zəhərlənib. Biz hətta mən Ağdamda mina təmizləmə agentliyinin dəvəti Anamanın bir tədbiri vardı və orada da iştirak eləmişdim, mina təmizləmələr. Orada o mina təmizlənmə anının bir hissəsini göstərdilər ki, necə təmizlənir, santimetr. Və Ağdamda hardasa 300 mindən deyəsən çox idi, tam dəqiq deyə bilməyəcəm. Amma dedilər ki, o qədər hələ mina təmizlənib. Amma o müəyyən az bir hissəsi, tam hissəsi deyildi. Yəni bu baxımdan tədbirlər görmək istəyərdik, amma dövlətimiz çox həssasdır, çox diqqətlidir və bütün diqqətini Qarabağa yönəldir və o tədbirləri görür. Bir ekoloq ətraf mühitin qorunmasına yardım ictimai birliyi kimi biz də düşünürük ki, gələcəkdə hansısa bir tədbirlər görürük. Hər iki təbliğat təşviqat işlərinə məşğul ola bilirik. Məsələn, hər layihələrimizdə bir dənə Qarabağdan bir salır. Keçən il məsələn Füzuli rayonunun bir məktəbini salmışdıq təbliğat təşviqat işinə. Getdikcə də hissə-hissə də olmuş olsa, az da olsa biz dəstək göstərməyə hazırıq. İstər layihə çərçivəsində, istər layihədən kənar. Bəs beynəlxalq səviyyədə necə? Bu məsələlərə necə baxılır, necə yanaşılır? Beynəlxalq səviyyədə
Bir şeyi biz özümüz deyirik və özümüz bilirik. Elə bilirik ki, hamı bilir. Amma 30 il Qarabağımız işğal altındadır deyib bütün dünyaya səs saldıq. Reaksiya olmadı. Özümüz yenə də cənab prezidentimizin dediyi kimi özümüz öz məsələmizi həll elədik. Dünyaya səs sala bilərik və qeyri-hökumət təşkilatları olaraq da bu addımlar atılır. Bizim QHT-miz olmasa başqa bir QHT-lər, qeyri-hökumət təşkilatları bu addımları atırlar. Hər yerdə danışırlar, hər yerdə müzakirə olunur və bunu deyirik. Məsələn, keçən il mən bir neçə xarici ölkələrdə görüşlərdə olduq, təcrübə mübadilələrinə getmişdik və orada da istər mən, istər digər həmkarlarım hansı ki, ekologiya ilə bağlı deyil, hər bir şeyi biz hər yerdə azca da olsa, tam olmasa da səsləndiririk və deyirik ki, bəli, biz müharibəni bitirmişik, biz artıq heç bir, belə deyək, müharibə şəraitində deyilik, amma müharibə şəraitində olmasaq da bizim hər gün minada partlayan vətəndaşlarımız var. Anaman əməkdaşlarının neçəsi minadan təmizlədiyi vaxtı qəzaya uğrayıblar, şəhid olanlarımız olur. Yəni bunu biz səsləndiririk. Beynəlxalq çərçivədə də, beynəlxalq səviyyədə də harda lazım olacaqsa sözümüzü deyəcəyik ki, inşallah ki, eşitsinlər. Eşitməsələr də yenə də özümüz öz məsələlərimizi həll edəcəyik. Sizin ümumiyyətlə belə bir vətəndaş kimi deyirəm bunu. Vətəndaşımı soruşuram, daha doğrusu. Qarabağla bağlı eləmək istədiyiniz hər hansı bir arzu layihəniz var? Arzu layihəm çoxdur. Demək, Qarabağla bağlı istəyərəm ki, ilk orada düzdür, yaşıllıqları salırıq. Keçən il Qarabağın forumu olanda Xocalda ağaclar əkildi və hər bir QHT agentliyinin dəstəyi vasitəsilə olmuşdu bu. Ağaclar əkilir, yaşıllıqlar salınır, amma ekoloq kimi də olsa mən istəyirəm orada kamplarımız olsun, kamplar yaradaq Qarabağı tanıtmaqdan ötürü. Çünki mən özüm 48 yaşım olmasına baxmayaraq ilk dəfə Qarabağa mən keçən il getdim. Yəni 10 yaşım olanda artıq müharibə başlamışdı və 30 ildən sonra həmin o müharibə 33 ildən sonra bitdi və ilk səfərim oldu. İlk səfərim olduğunda da yenə dediyim gibi o yaşadığımız duyğuları biz gənclərimizə də ötürməliyik və bununla da bağlı planım, arzum var. İstəyərəm ki, orada bir pioner düşərgəsi olurdu əvvəllər və həmin elə bir düşərgələr gənclər üçün eləyək və düşərgələrdə həm Qarabağımızı tanıdaq, həm tariximizi təkrarlayaq, yaddaşlarda saxlayaq, orada şəhid olanlarımızı xatırlayaq, Cıdır düzündə bizim gənclərimiz gözəl öz fəaliyyətlərini, çağırışlarını etsinlər. İstəyirəm. Bir mütəxəssis kimi bəs bu cavabı istəyirəm sizdən. Qarabağda ekosistemin bərpası üçün hansı addımlar sizcə? Birinci, sularımız zəhərlənib, suların təmizlənməsi lazımdır. Ondan lap birinci, Qarabağımız minalardan təmizlənməlidir. Və hər bir vətəndaş, indi yay dövrləridir, düzdür, hamı gedir ora və oranı da zibilləməməliyik. Çünki Qarabağa gedirik, ora müqəddəs yerdir. Düzdür, müqəddəs hər yer, torpağın hər qarışı müqəddəsdir. Amma ən kövrək, ən 30 il həsrətlə gözlədiyimiz ərazilərdir və orada gedirik, düzdür, baxırıq, görürük, zibilləməsək daha yaxşı olar. Amma ən vacib, ən prioritet məsələlərdən biri Qarabağımızın tam minadan təmizlənməsi, sularımızın təmizlənməsi, hələ ki bunlardır. Bəs İçməli Birliyi olaraq hal-hazırda özü həll işlədiniz hər hansı bir layihə varmı? Bir layihəmiz artıq biz may ayından fəaliyyətə başlayacağıq. Ətraf mühitin qorunmasına yardım ictimai birliyi olaraq bir balaca layihəmiz var. Həmin o layihə də yeni gənclər arasındadır və onların maarifləndirilməsi ilə bağlıdır. Təbliğat, təşviqat işlərimiz olacaq. İnşallah o da yenə ətraf mühitin qorunması ilə bağlıdır, zibilliklərdən təmizlənməsi ilə bağlıdır və kiçik bir ekoloji araşdırma olacaq. İnşallah ki, may ayından artıq biz fəaliyyətə başlayacağıq və onu həyata keçirəcəyik. Düzdür, Aran zonasındadır. Qarabağ ərazisi bu səfər yoxdur orada, Aran zonasıdır. Biz rayondakı, rayon məktəblərindəki təbliğat, təşviqat işlərindən də bəhs elədik. Bəs Bakıda, şəhərdə bəs bu təbliğat, təşviqat işlərindən gənclərin reaksiyası necə olur?
Hələ ki Bakı ərazisində təbliğat təşviqat işləri aparmamışıq. Yəni ona görə hələ onların fikirlərini bilə bilmirəm. Onu yəqin ki bizim Bakıda olan digər həmkarlarımız, kolleqalarımız o işləri görürlər. Düşünmürəm ki, mən bizim gənclərimizə inanıram. Artıq özümdə müşahidə edirəm və mənim ümidim var. Bizim gənclərimiz bizim gələcəyimizi bizdən daha yaxşı qoruyacaqlar. Bizdə onlara qalacaq mirasdır da. Bu bizə necə ki atalarımızdan, babalarımızdan miras qalıb, bizə ötürüblər və biz də onu gənclərimizə ötürürük. Mənim çalışdığım və bizim ekoloq olaraq çalışdığımız odur ki, gənclərimizə təmiz təbiət verək ki, onlar da təmiz gələcək nəslə çatdırsınlar. Amma yenə dediyim kimi gənclərimiz məni ümidləndirir və inandırır. Əminəm ki, onlar daha yaxşı qoruyacaqlar. İki uşaq anası, övlad anası olduğunuzu qeyd etmişsiniz. Bəs övladlarınız necə? Bu məsələlər nə qədər həssasdır? Övladlarım, qızım ekoloqdur. O, ekologiya fakültəsini bitirib Qərbi Kaspia Universitetində. Demək olar ki, çox həssasdır o da. Hər bir şeydə müşahidə edirəm ki, məsələn, kimsə hansısa bir plastik qutunun əlindən atırsa ya zibilə atırsa, tez onu götürüb aparıb zibil qutusuna atır. O əlindən gəldiyi qədər təbiəti qorumağa çalışır. Oğlum da həmçinin, hər ikisi də. Və düşünürəm ki, onlar da öz övladlarına təbiəti daha yaxşı qorumaqda yol göstərəcəklər, mayak olacaqlar. Əmrə xanım, bu işin içində olan biri kimi ölkəmizdə sözsüz ki, bu sahədə çoxlu layihələr həyata keçirilir. Elə bir layihə var mı ki, siz baxıb deyirsiniz ki, bəli, bu olmalıydı, nə yaxşı ki də oldu. Bəli. Bir elə bu yaxınlarda həyata keçdi, marafon küləyə qalib gəl. Ölkəcə demək olar ki, hər kəs bu işdə maraqlı olurlar və qeydiyyatdan keçir. Düzdür, ödənişlidir, amma ödənişli olmasına baxmayaraq bu bir sosial çağırışdır. Sosial çağırış nədir burada? Həmin o marafona qoşulduğum vaxt həm zövq aldım, həm izlədim, müşahidə etdim. Müşahidələrimin nəticəsi nə idi? Orada plastik torbaları əyninə geyib qaçmağa gələnlər var idi. Bu bir çağırışdır ki, yəni plastik torbalara yox deyək. Bundan əlavə su qutularında hansı ki biz hədəflərə çatdıqca bizə su verirdilər. Plastik qablardaydı düzdür yenə də. Amma həmin o su qutularının hamısını içib əlimizdə daşıyıb küçələrə atanlar da düzdür var idi. Bu üzücü idi ki, biz həm ekologiyaya, təbiətə belə deyək ki, qoşuluruq və küləyə qalib gəlməyə gedirik, amma ətrafları da plastik qablarla kirlədirik. Buna baxmayaraq yenə də onun üçün təmizlik işləri aparanlar var idi. Həmin o plastik qabları yığırdılar. Kənarlarda amma qutular da var, zibil qutular var ki, biz orada ata bilərdik bunu. Bunu da edirdilər və çox motivasiya vardı. Mən ən çox sevirəm nəyi? Hər bir işdə ürəkdən, istəyərək, könüllü olaraq qoşulmaq və nə olursa olsun hər bir şeyi ürəkdən etmək. Burada könüllülərin fəaliyyətləri məni çox sevindirdi. Motivasiya vermələri, siz bacaracaqsınız, qaçın, buyurun, gedin, uğurlar olsun. Qəşəng şüarlar var idi. Həmin o şüarlar insanları motivasiya edirdi və mən burada getdikcə də həm də qaçdıqca düşündüm ki, gələcəkdə inşallah bir layihə eləyəcəm və orada bizim rayonlarda, kəndlərdə, ucqar kəndlərdə olan gənclərimizi həmin bu marafona qoşulmağa cəlb edəcəm və onlar da qoşulsunlar. İnşallah ki, gücüm çatdığı qədər, yəqin ki, indi orada hansısa bir layihədə motivasiya eləyə biləcək və düzgün seçim edə biləcək bir plan hazırlayacağım ki, orada olanlar da heç biri peşman olmasınlar və doğrudan da oranın qazandıqlarının sevgisini yaşasınlar. Bunu gənclər arasında edəcəm. Və marafon doğrudan da çox gözəldir. Çox gözəl çağırışları var. Marafonun hədəfə getməsi var. Ən gözəli odur ki, start verirsən və Bakı şəhərini piyada olaraq gözəlliklərini görə-görə gedirsən. Bəs sizi gələcək üçün risk həmişə var, bu gün vaxtda, sonra da sizi gələcəkdə əgər bu həll olmasa, bu həlli tapmasa, ən çox narahat edən böyük risk nədir? Nədən ibarətdir? Su ehtiyatlarının tükənməsi ən böyük riskdir və onun tükənməsinin qarşısını almaqdan ötəri suyun düzgün idarə olunması lazımdır. Çünki su olmasa ərzaq qıtlığı olacaq.
ərzaq qıtlığı olsa, bizim vətəndaşlarımızın artıq yaşamağı təhlükə altında olacaq. Ən böyük risk budur. Doğrudan da çalışmalıyıq ki, istər-istəməz bu yağışların toplanması. Çünki təbiətdə özümüz də bilirik ki, su buxarlanır göyə və yağış formasında geri qayıdır və həmin o yağan yağışlardan su ehtiyatlarını toplamaq lazımdır ki, gələcəkdə də biz onu faydalı olaraq istifadə edə bilək. Bəzi ölkələrdə, beynəlxalq Avropa ölkələrində bu var və çalışmaq lazımdır. Çalışacağam ki, inşallah mən də indi digər həmkarlarımız da bunun üzərində işləyək ki, ölkəmizdə suyun, içməli suyun, həm içməli, həm istifadə edəcəyimiz texniki suların tükənməsinin qarşısını alaq. Biz adətən, məsələn, harasa gedəndə tullantı qabları, yaxud da ki, paltar üçün bəzi köşklər görürük. Məktəbəs onların funksiyası necə istiqamət edirlər? Hazırda bəli, az da olsa, düzdür, fəsadları var hər bir yerdə. O paltar qutularını düzdür, qırırlar, dağıdırlar, sındırırlar, içərisinə baxmaqdan ötəri düzgün istifadə edə bilməməklərinə görə. Amma mən özüm yaşadığım ərazidən iş yerimə, başqa bir iş yerinə getdiyim vaxtlarda, başqa yollarda da görürəm ki, doğrudan da şəhərin təmizləməsi yaxşıdır. Xadimələr, küçələri təmizləyən xanımlar, bəylər çalışdıqları qədər o zibillərin çox qalmamasının qarşısını alırlar. Amma bu şəhərin mərkəzindədir. Şəhərin ətraf rayonlarında bu işlər tam qaydasında getmir. Məsələn, bu yaxınlarda Xırdalan tərəfdən paylaşılmışdı ki, zibillər tökülüb qalıb və onlar yığılmır və itlər gəlirlər orada zibilliklərin içərisində eşələnirlər və onu dağıdırlar kənarlara. Yəni bunlar da var, amma hər şeyin pisini dediyimiz kimi yaxşısını da deməliyik ki, şəhərdə düzdür. Şəhər Yasamal ərazisində yaşadığıma görə mən Yasamal tərəfdə deyərəm ki, heç bir belə deyim ki, dağıntılıq görmürəm. Daimi mütəmadi olaraq təmizlik işləri aparılır. Yenə də vətəndaşların özlərindən asılıdır. Əgər vətəndaşlar hər bir kəs bəzən baxırsan ki, evin içərisindən zibili götürürlər, torbaları qoyurlar blokun qapısına. Qapıdan çölə qoyurlarsa artıq bunların deyil, evin içi təmiz olsun. Amma evin için təmiz olmasından da gərək bizim bloklarımız da təmiz olsun. Bloklardan getdik kənarda zibil qutularını açsın, zibil qutusunun kənarına qoyulmasın. Çörəkləri evdən çıxarırlar məsələn, asırlar hansısa bir yerə, amma ora sənin məsuliyyətini bitirmir axı. Oradan astın, oradan hara gedəcək? Müəyyən bu işlər görülməlidir. Boşluqlar var, o da yenə deyirəm, vətəndaşlarımızın məsuliyyətsizliyindən irəli gələn bir şeylərdir. Həm vətəndaşlar məsuliyyətli olmalıdır, həm dövlət qurumları məsuliyyətli olmalıdır. Hər bir kəs, balacadan böyüyə. Bəs insanlara təbiətlə bağlı ən səmimi çağırışınız nə olar? Səmimi çağırış, yenə dediyim kimi, bizə böyüklərimizdən miras qalıb və belə deyək, onlar bizə ötürüblər. Biz də gələcək nəsillərə ötürürük. Bu bizim daimi yaşayacağımız, biz ömür boyu yaşamasaq da, dünyanı tutub getməsək də, amma bizdən sonra bizim övladlarımız, nəvələrimiz, nəticələrimiz davam edəcək və çalışaq ki, onlara gözəl təbiət qoyaq gedək. Bəs ənənəvi olaraq sizdən tamaşaçılarımızla bağlı arzu istəsən? Arzular çoxdur. Bəxtiyar Vahabzadənin bir şeiri var. Deyir, arzudan arzu doğdu, köhnə arzunu boğdu. Bu baxımdan arzu çoxdur. Yenə də istədiyim odur ki, təbiəti sevək, ən birincisi özümüzü sevək. Özümüzü sevsək, təbiətdə sevəcək. Çox sağ olun, Nəcədə. Siz sağ olun. Dəvətimizi qəbul edədiniz. Xoşdur. Çox ciddi məsələlər haqqında maarifləndirici müzakirələr apardı. Minnətdaram. Sizə çox uğurlar arzu edirəm bu istiqamətdə. Təşəkkür edirəm. İnşallah ümidvaram ki, hansısa bir faydam toxundu, hansısa bir sözüm belə deyim, hədəfə toxundu və nəticəsini görəcəyik. İnşallah. Çox uğurlar. Sağ olun. Dəyərli bir qonağımızla bir verilişin daha sonuna gəldik. Növbəti verilişlərdə görüşənədək sağ olun, salamat qalın.